Söz İmam Hüseynindən düşüb, istəyirəm ürəklərimiz biraz da sınsın ki, Allah onu onun vasitəsilə bağışlayanda başqa cür bağışlayır. Məhərrəmdə ən fəzilətli əməllərdən biri də bir sünnədir. Dodaqlarınız quruyub indi elədim, su içməmisiniz, yemək yeməmisiniz. Dodaqlarınız quruyub, dodaqlarınıza dilinizi sürtəndə o neçə yerdən çartlamış quru dodaqlar gözünüzün qabağına gəlsin. Xeymələrdən deyir, oruz getdi meydana. Amma iftarını necə açdı? Tikə-tikə doğradılar. Oruc insan İmam Hüseynin halını xatırlatsa, yaxşı oruc olar valla. Adam hər şeyini bəhanə edib sevdiyini yadına salır da. Hər şeyi bəhanə edir, istədiyi adam yadına düşür. Odur ki, onun adı gələndə görürsün, cənnətə çevrilir məclis. Onun adında nəsə var, mən bilmirəm. İstəyirəm, onun vasitəsilə elə Ramazan ayının əvvəldir, gedək Allahın qapısına. Deyir ki, mən ilahi hür dedi, mən necə eləyim Allah? Mən yadımdadır ki, mən Zeynəbi qorxutmuşam, mən qızları qorxutmuşam. Uşaqların üzündə dəhşəti görmüşdü, o 1000 nəfər dəstə ilə gələndə, uşaqların üzündə qorxunu görmüşdü. O qorxu, Rüqəyyənin üzündəki qorxu Hürrün ürəyindən çıxmırdı. Mən necə eləyim, mən neynəmişəm ay Allah? Gördülər, bədəni titriyir, əsir. Bir nəfər dedi, Hür, sən qorxursan. Məndən soruşsaydılar ki, bu qoşunun ən şücaətli adamı kimdir, sənin adını çəkərdim. Sən də qorxdun. Deyib, etinasız dedi ki, mənim qorxum başqa şeydir. Cənnətlə cəhənnəm arasında qalmışam. Oğluna dedi, oğlum gəl gedək. Dedi, hara gedirsən? Dedi, gedirəm Hüseynin üzruna, gedirəm üzr istəməyə. Dedi, ata nə üzrdən danışırsan? Nə üzr? Sən məsələn kiminsə ayağını tapdalamısan, üzr istəyəsən, sən səbəb olmuşsan bu müharibəyə. Sən uşaqlarını qorxutmuşsan, ailəsini qorxutmuşsan. Deyir, başını aşağı saldı, dedi, oğlum sən bunları tanımırsan. Sən bu ailəni tanımırsan. İndi gedək görəcəksən. İndi ikisi də başını aşağı salıb gəlir. Necə qarşıladı onu? Mən nəqillərdə görmüşəm. Deyir, qollarını açdı, bu da baş aşağı gəlir. Deyir, qoymadı ağzını açmağa. Dedi, irfə rəsək, başını qaldır elə. Başını qaldır, başını aşağı salma. Başını qaldır, deyir, bağrına bastı. Ondan sonra dedi, icazə verin, mən tez gedim meydana. Yəqin ki, tələsirdi ki, uşaqlarla göz-gözə gəlməsin. Hür tələsirdi. İcazə verin, mən gedim. O da başa düşdü İmam Hüseyin. Dedi, get. Və deyir, atdan yerə düşəndə öz əli ilə nicat tapan adam istəyir göstərsin ki, görün bu cinayətə səbəb olanlardan biri tövbə eləyəndə nə olur? Gəldi, dayandı başının üstündə, dedi, əntəl hur, sən azadsan, sən hürsən, kəmə səmmətki ummukə hurran, anan sənə nə gözəl ad qoyub. Demişdi axı, anan matəmində ağlasın, indi onun əvəzini çıxır. Və başı İmam Hüseynin dizinin üstündə can verir, tövbə eləyəndə belə eləyəsən, özdə xüsusilə Ramazan ayında İmam Hüseyin vasitəsilə. Allah bizi günahdan qorunan bəndələrindən qərar versin inşallah.